Karbonazda bugün əfsanəvi bir pikapdan danışırıq. Mitsubishi L200. Bu model illərdir bazarda öz sözünü deyən, həm iş, həm də gündəlik istifadə üçün seçilən avtomobillərdən biridir. L200 sadəcə pikap deyil, bu maşın dözümlülüyü, güc və praktikliyin birləşməsidir. Əsası isə Mitsubishi Motorsun mühəndislik təcrübəsinə dayanır. Yəni burada əsas fokus dizayndan çox funksionallıqdır. Azərbaycanda niyə bu qədər populyardır? Səbəb çox sadədir. Yollarımız və istifadə tərzimiz. Dağ, kənd, tikinti, uzun səfərlər. L200 bu şəraitlər üçün hazırlanıb. Yüksək klerens, güclü şassi və 4x4 sistemi ilə çətin yollar onun üçün problem deyil. Dizaynına baxanda isə görürük ki, əvvəlki illərlə müqayisədə daha müasir və aqressiv görünür. Amma əsas gücü görünüşündə yox, içindədir. Bu pikap ağır yük daşıyır, çətin şəraitdə işləyir və yenə də etibarlılığını qoruyur. Salon hissəsində isə artıq əvvəlki kimi sadə iş maşını hissi yoxdur. Yeni modellərdə komfort, sensor ekran, təhlükəsizlik sistemləri hamısı mövcuddur. Yəni həm iş, həm ailə üçün istifadə etmək olur. Əsas fərq yenə buradadır. Bəziləri şəhər üçün komfort seçir, bəziləri isə hər şəraitdə işləyən maşın. L200 ikinci qrupa aiddir. O, səni yarı yolda qoymamaq üçün hazırlanıb. Bəli, bəlkə də bu maşın premium hiss vermir. Amma verdiyi şey daha vacibdir, güvən. Seçimin nədir? Rahat şəhər crossoveri, yoxsa hər yolun öhdəsindən gələn Mitsubishi L200?